Bir gün bu mənə zəng elədi ki, Çina, deyirəm Aycan, deyir, sən bilirsən də Soçin aktyorsan mənə. Dedim, mənə nə olar, çox sağ ol, sən ki deyirsən bunu, çox sağ ol. Dedi, eşitmişəm ki, mən onda Dövlət Gənclər Teatrına gəldim, bir 10 il orada işlədim. Hüseyin Ağa Ata kişiyev, Allah qəni-qəni rəhmət eləsin. Yalançının şahidi yanımda olar, Natiq yanımdadır. Biz Hamlet əsərini qoyurduq, yəni Hüseyin Ağa Ata kişiyev qoyurdu. O dedi ki, Azərpaşa bizdə 2 ay süzdən sonra qoyacaq. Mən istəyirəm, gəlim bu tamaşayı baxım. Sən eləyəni mən eləməyim, mən eləyəni sən eləməyəsən. Bu olmuş hadisədir. Dedi, mən nə olar, gəl. Dedim, biz təxminən bir 10 gündən sonra oynayırıq. Bu mənə zəng elədi ki, oynayırsınız bugün. Dedim, hə. Nazirlikdən gəliblər tamaşaya baxmağa. Bu oturub 3-cü sırada. Biz prosmotr, təhvil veririk, amma tamaşaçılarla. Mənim yerim var orada, qəbir, məzar açılır, çıxırıq orada Natiqlə. Bu da oturub, qeyddim ki, Hamlet gəlir. Hamlet yanıb yanımda, baxıram buna, deyirəm ki, Hamlet qədeş. Belə de bir dənə, vay. Baş girdi belə aşağı, hır. Dedim, birdən acdığın olar ha. Hamlet qeyddi ki, yox. Çıxartdım yerdən kəlləni. Dedim, sən bilirsən bu kimin kəlləsidir, Hamlet. Bu da belə deyir. Yana deyir, yox. Dedim, mömə qurban olsun sənə. Bu Jorikin kəlləsi Yaşar verdi. Vay, kül təpəmə. Mən nə deyəcəyəm?